Salam, hər vaxtınız xeyir. Artıq demək olar ki, bütün məktəblər tərəfindən tam orta təhsil haqqında sənəd, yəni attestat 11 sinif şagirdlərinə təqdim edilibdir və bəzən abituriyentlər soruşur ki, attestatda yazılan qiymətlər, yəni yüksək qiymətlər vacibdirmi və yaxud da ki, bu hansı hallarda bizə kömək ola bilər və orta attestat balı necə hesablanır? Bu bizə ixtisas seçimində kömək edəcəkmi? Və indi mən bu sualların cavabını sizə video materialda izah edəcəm. Və burada Vüsət Əzizov Telegram kanalında da mən bunun izahını yazmışam. Orta təhsil balı attestatda yazılan tədris dili, yəni bu Azərbaycan dili ola bilər, yaxud rus dili ola bilər və eyni zamanda ədəbiyyat, xarici dil, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə attestatda yazılmış qiymətlərin ədəd ortasıdır. Yəni burada olan 11 dənə fənnin attestatda yazılan qiymətləri toplayırıq və 11-ə bölürük. Məsəl üçün burada görürsünüz, mən qeyd etmişəm, attestat məsələn abituriyentin qiymətlərini yazmışıq və onları biz 11-ə bölünə cavabımız 4 alınır. Yəni bizim orta attestat balımız 4-dür. Bu nə zaman bizə kömək olur? Biz tutaq ki, kodlaşma edirik və kodlaşma zamanı 2 dənə abituriyentin balı eynidir. Məsələn, hər ikisinin 450 balı var və bunları bir-birinə fərqləndirmək üçün ki, yəni hansı daha üstünlüyə malikdir, bu zaman orta attestat balı nəzərə alınır. Məsələn, biz seçimlər edəndə X abituriyentin 450 bal var, orta attestat balı 4-dür və Y abituriyentin də balı 450-dir, onun da balı 3.5-dir. Və təbii ki, burada orta attestat balı yüksək olan X abituriyentin daha üstündür. Amma bu demək deyil ki, elə orta attestat balı yüksəkdirsə o üstün sayılacaq. Məsəl üçün mənim 451 balım var. Mənim ümumi balım həmin o orta attestat balı yüksək olandan yüksək olduğuna görə mən ondan üstündən baxmayaraq ki, məsələn 451 bal toplayan abituriyentin orta attestat balı 3-dür, ancaq ki onun ümumi balı 450 bal yığandan daha üstün olduğuna görə o kodlaşma zamanı daha üstün sayılır. Yəni ki, attestatda yazılan qiymətlərin 5 olması, yüksək olması eyni balı toplamış abituriyentləri bir-birinə fərqləndirmək lazım olanda istifadə edilir. Təbii ki, bu biraz ehtimalı azdır, çünki çox nadir hallarda olur ki, hər bir balı eyni olan abituriyentlər olur. Məsəl üçün, bilirsiniz, buraxılış balında ballar təxminən vergüllə hesablanır. Məsələn, 450.1, 450.2, 450.3, yəni bu kimi olur və həmin abituriyentlərin hər birinin balları eyni olsun, daha sonra kodlaşma zamanı onların 15 dənə seçimin hər biri eyni olsun. Yəni, təbii ki, burada ehtimalları hesablayanda çox az hallarda bu vacib rol oynayır. Ancaq ki, yenə də təbii ki, o attestat qiymətlərinin yüksək olması kodlaşma zamanı da sizə müəyyən dərəcədə kömək etmiş olur. Yəni, attestatda yazılmış tutaq ki, hər hansı qiymətin 3 olması sizə bir maneçilik törətmir. Amma təbii ki, qeyd etdiyim hallarda attestat qiymətlərinin yüksək olması sizin xeyrinizə olar. Yaxud da ki, bəzən abituriyentlər soruşur ki, mənim attestatımda 2 var, bu mənə problem yaradarmı? Xeyr, hər hansı fəndən 2 olması sizin üçün problem deyil. Yenə də qeyd edirəm, əsas ümumi bala baxırlar. Siz də bu şəkildə orta attestat balınızı hesablaya bilərsiniz.